Düzgün olan coğrafi qanunluqları müəyyən edin. Geniş düzənliklər tavaların mərkəzi hissələrində yerləşir. Bu doğrudur. Cavan dağlıq sahalar geosignal qurşaqlara uyğun gəlir. Bu da doğrudur. Faylı dağlar geosignal inkişafının 3-cü mərhələsinə aiddir. Yanlışdır. Artıq 4-cü mərhələsində olurlar. Qövsvari adalar subduksiya zonalarında yaranır. Bu da doğrudur. Tavaların toqquşma zonasında. Dərin okean novları tavaların ayrılma zonalarında yerləşir. Bu yanlışdır. Novlar tavaların toqquşma zonası, yəni subduksiya zonasında yerləşir. Beləliklə doğru sıralar 1, 2, 4. D variantı. Kimya sənayesinin əsas xüsusiyyətlərinə aid deyil. Geniş xammal bazasına malikdir. Doğru. Demək olar ki, bütün tullantılar kimya sənayesində istifadə oluna bilir. Yeni və davamlı materiallar yaradır. Bu da doğru. Kombinələşmə imkanları böyükdür. Məsələn, neft kimya, koks kimya, meşə kimya. Təbii xammala qənaət edir. Bəli, süni sintetik materiallardan istifadə etmək. Ekoloji baxımdan təmiz istehsal sahəsidir. Bu yanlışdır. Çirkli istehsal sahəsidir. O zaman C variantı aid olmayan kimi götürürük. Uyğunluq gözlənilmişdir. Çay, qolu və mənsəb forması. Volqa çayı, qolu Kama və mənsəbi deltadır. Yəni 1-ə 1 və A uyğun gəlir. 2. Yenisey çayı. Yenisey çayının qolu Ankara çayı. Baykaldan başlanır, həm də bilirik. Və Yenisey çayının mənsəbi isə estuaridir. Yəni B uyğun gəlir. Ob çayının qolu İrtış çayıdır. İrtış çayı və Ob çayının mənsəb hissəsi də yenə də estuari formasıdır. Beləliklə doğru uyğunluq B variantında gözlənilmişdir. Doğru sıraları müəyyən edin. Viləş çay əsas qida mənbəyi mənsəbinin yerləşdiyi fiziki coğrafi rayon. Viləş çay yağış suları ilə qidalanır və mənsəbi töküldüyü yerdə Küləraz fiziki coğrafi rayon ərazisində yerləşir mənsəb hissəsi, doğrudur. Araz çayı qar suları ilə qidalanır, bu yanlışdır, yeraltı sularla qidalanır. Və Küləraz fiziki rayonunda kürə qovuşmuş olur, yəni bu da doğru deyil. Tərtər çayı yeraltı sularla qidalanır, bəli, vulkanik yaylada. Qarabağ dağları rayonunda yerləşir mənsəbi, yanlışdır. Kür çayına töküldüyü üçün bu Küləraz fiziki rayonunda yerləşmiş olur. Həkəri çayı yeraltı su ilə qidalanır. Bu da vulkanik yayladan başlandığı üçün və Həkəri fiziki coğrafi rayonu ərazisində yerləşir mənsəbi, yanlışdır. Həkəri çay Araz boyu fiziki rayonu ərazisindən Araza tökülmüş olur. Qusar çay qar və buzlaq suları ilə qidalanır və Samur Dəvəçi ovalığı ərazisində, yəni Samur Dəvəçi fiziki rayonu ərazisində yerləşir mənsəbi, bu doğrudur. Beləliklə doğru sıralar 1-5 D variantı. İran dil qrupuna daxil olan xalqların yaşadığı inzibati rayonlar. Azərbaycanda İran dil qrupuna daxil olan xalqlar Talışlar, Tatılar və əsas Kürdlərdir. Talışlar bilirik ki, cənub zonası üçün xarakterikdir. Yəni 1 Lerik rayonu ərazisi verilib. Tatılar 3 Quba rayonu ərazisi və Kürdlər isə Laçın rayonu ərazisi. 1, 3, 6 doğru cavab A variantı. Yerin günəş ətrafında hərəkət vəziyyətinə əsasən günəş şüalarının 80 bucaq altına düşdüyü enliklər arasındakı ən qısa məsafə xəritə üzərində 10 cm olarsa xəritənin miqyasını müəyyən edin. Öncə enlikləri müəyyənləşdiririk. 22 iyun tarixi verilmişdi şəkildə bizə, yəni 23,5 dərəcə şimal enliyində günəş zenitdədir. 80 dərəcə bucaq altında düşdüyü enliklər, hansı enliklərdə 80 dərəcə bucaqdan düşəcək, onu müəyyənləşdiririk. 23,5 dərəcə şimal enliyi çıxaq və yaxud toplamalıyıq. 90 çıx 80 10 dərəcə, 23,5-in üstünə 10 gəlirik, 33,5 dərəcə və 23,5-dən həm də 10 çıxırıq, 13,5
və bu enliklər arasında, yəni 13,5 və 33,5 dərəcə şimal enlikləri arasında enlik fərqi 20 dərəcəyə bərabərdir. 20 dərəcəni vururuq 111-ə 2220 kilometr və bu xəritədə bu məsafə 10 santimetrə bərabər olarsa miqyası tapırıq. 2220-ni də bölürük 10-a, o da bərabərdir 222 kilometr. Yəni izahlı miqyası tapırıq. Cavab olur A variantı, 22.200.000 miqyas. Nəqliyyatın sahəvi strukturuna əsasən uyğunluğu müəyyən edin. Nəqliyyatın sahəvi strukturunda yük daşınması verilmişdir bizə və uyğunluğu müəyyənləşdiririk. Avtomobil, dəmir yolu və dəniz. Yük daşınmasında birinci yerdə dəniz nəqliyyatı gəlir. İkinci yerdə avtomobil nəqliyyatıdır. Üçüncü yerdə boru nəqliyyatı, daha sonra isə dəmir yol nəqliyyatı gələcək. Bu zaman uyğunluğum bu şəkildə olacaq. 1-ə 2, yəni avtomobil nəqliyyatı 13% təşkil edəcək. 2-yə, yəni dəmir yolu 4, 9% təşkil edəcək. Və 3-ə, yəni dəniz nəqliyyatına isə 1 uyğun gələcək, yəni 62%. Doğru cavab B variantı. Doğru sıraları müəyyən edin. Boksit hasilatçıları və boksit ithal edən, yəni alan ölkələr. Avstraliya hasilatçı və Yaponiya isə ithalçı. Doğru. Braziliya hasilatçı, Kanada ithalçı dövlət olaraq. Doğru. Norveç hasilat, İsrail ithal. Hər ikisi ithalçı dövlətdir. Qvineya hasilatçı, Afır ithalçı. Doğru. Kanada hasilatçı, Yamayka ithal, əks olmalıdır. Polşa hasilat, İndoneziya ithalçı, əks olmalıdır. Beləliklə doğru sıralar 1, 2, 4, yəni C variantı uyğun gəlir. Hansı çay hövzəsində dağ çəmən, dağ meşə, dağ çöl, düzənlik quru çöl və yarım səhra landşaft tipləri yayılmışdır? Lənkəran çay bilirik ki, Talış dağlıq ərazisində, yarım səhra landşaftı ərazisindən ümumiyyətlə mənsəb hissəsi yarım səhra landşaftı deyil, düzən meşə landşaftıdır və eyni zamanda dağ çəmən landşaftı da demək olar ki, xarakterik deyil. Əyriçay, Qanıq Əyriçay Böyük Qafqazdan başlanır və Qanıq Əyriçay hövzəsinə tökülür. Bura üçün də dağ çöl yarım səhra landşaftı xarakterik deyil. Naxçıvan çay ərazisi, Naxçıvan ərazisində dağ meşə landşaftı olmadığı üçün Naxçıvan çay üçün SCV-dir. Katix çay da Əyriçay kimi əsasən dağ çəmən, dağ meşə və düzən meşə zonasından axmış olur. Tərtər çayı üçün isə mənbə hissəsi dağ çəmən, dağ meşə, dağ çöl, düzənlik quru çöl və mənsəb hissəsi yarım səhra landşaftına uyğun gəlir. Doğru cavab A variantı, Tərtər çayı hövzəsi üçün bu landşaft tipləri xarakterikdir. Uyğunluğu müəyyən edin. Qarışıq və enliyarpaqlı meşələr, selvas, tundra və meşə tundra zonaları. Qarışıq və enliyarpaqlı meşə zonası 2-yə uyğun gəlir. Selvas Cənubi Amerikada ekvatoral meşə zonasıdır. Yəni 2-yə 6 uyğun gəlir. Tundra və meşə tundra zonası isə 5, yəni Asiyanın şimal hissəsi üçün xarakterikdir. 3-ə də 5 uyğun gəlir. Doğru uyğunluq Y variantı. Respublikamızda yalnız bir dövlətlə həmsərhəd olan inzibati rayonlar. Zəngilan rayonu 2 ölkə sərhədində yerləşir. İran, Ermənistan, Şərur həmçinin. Balakən rayonu həmçinin Gürcüstan və Rusiya sərhədində. Laçın Ermənistan sərhədi, Xaçmaz Rusiya sərhədi, Oğuz da Rusiya sərhədində yerləşir. 2, 5, 6 D variantı uyğun gəlir. Ölkədəki yerli şirkətlərin üdumudakı payı 20%-dir. Ümummillinin həcmi 30 milyar dollar.
ölkənin xaricdəki şirkətlərinin payı isə 10 milyar dollar olarsa, üdumunun həcmini və ölkədəki xarici şirkətlərin payının neçə milyar dollar olduğunu hesablayın. Bunu gəlin uyğunluq şəklində qeyd etsək. Ümumdaxili məhsul bərabərdir daxildəki milli şirkətlər və xarici şirkətlərin istehsal və xidmət dəyəridir. Ümummilli məhsul isə ölkə daxilindəki milli şirkətlər və ölkənin xaricdəki şirkətlər, yəni xaricdə fəaliyyət göstərən milli şirkətlərinin istehsal və xidmətlərinin həcmi. Bu zaman qiymətləri yerinə qoyuruq. Ümummilli məhsulun həcmi 30 milyard. Ölkənin xaricdəki şirkətlərinin payı isə 10 milyar dollar təşkil edir. O zaman daxildəki milli şirkətin payı 20 milyard olmuş olacaq. Və bunu üdumuda da qeyd edirik. 20 milyard. Və deyir ki, ölkədəki yerli şirkətlərin üdumudakı payı 20%'dir. Deməli, bu üdumunun 20%'i 20 milyard dollar. Bu o deməkdir ki, üdumu 100 milyard dollar təşkil etmiş olur. Xarici şirkətlərin payı da 100'dən 20 çıxırır, 80. Beləliklə, üdumun həcmi 100 milyard dollar və xarici şirkətlərin payı isə 80 milyard dollar olacaq. Doğru cavab A variantı. Horizontallarla təsvir olunmuş sxemdə A və B nöqtələr arasındakı temperatur fərqi 2,7 dərəcə Selsidir. C'dən D-yə axan çayın uzunluğu 240 km olarsa çayın meyilliyini hesablayın. A və B arasındakı temperatur fərqi 2,7 dərəcə. 0,6 dərəcənin dəyişməsi üçün bilirik 100 metr tələb olunur. 2,7 dərəcənin dəyişməsi üçün tənasüb olaraq həll edirik. 270'i bölürük 0,6'ya. O da bərabərdir 450 metr. Deməli, A'dan B'yə qədər 450 metr var. Kəsmə sayı isə aralarında bir 3 kəsmə var. Bölürük 3'ə 150 metr. Kəsmə 150'dirsə C və D arasında 4 kəsmə yerləşir. 4 vur 150 bərabərdir 600 metr. Demək, çayın düşməsi, yəni mənbə ilə mənsəb arasındakı fərq 600 metrdir. Bizdən meyillik soruşur. Meyillik bərabərdir, düşmə bölünsün uzunluq. Düşmə 600 metr oldu. Uzunluq isə 240 kilometrə bərabər oldu. 600'ü 240'a bölürük. O da edir 2,5 metr böl kilometr. Doğru cavab B variantı. Uyğunluğu müəyyən edin. Yarımadalar verilib bizə və qırışıqlıq vilayətləri yaşına görə. Birinci Skandinaviya yarımada, Skandinaviya dağlıq ərazisidir. Skandinaviya dağlıq ərazisi qədim qırışıqlıq, Kaledon qırışıqlıq ərazisinə daxildir. Yəni 1'ə C uyğun gələcək. 2 Piriney yarımadası ərazisi bu Alp-Himalay qurşağı zonasına daxildir. Yəni yeni qırışıqlıq vilayətinə uyğun gələcək. 2'yə A uyğun gələcək. 3 isə Cənub-Şərqi Asiya ərazisi. Burada Hindçin yarımadası orta qırışıqlıq vilayəti. Həm orta qırışıqlıq, həm yeni qırışıqlıq ərazisidir. Təsvir olunan ərazi orta qırışıqlıq vilayətidir. B uyğun gələcək. Beləliklə doğru cavab C variantı. 1'ə C, 2'yə A, 3'ə B uyğun gəlir. Ekvatoral enliklərdə alçaq təzyiq qurşağının yaranmasının başlıca səbəbi buludluluğun az olması, düz radiasiyanın üstünlüyü deyil. Buludluluq təzyiqdən asılıdır. Sıx çay şəbəkəsinin mövcud olması bu da nəticədir, yəni səbəb deyil. Yerin hərəkəti nəticəsində enən hava axınları olarsa yüksək təzyiq yaranacaq. Daha çox yağıntı düşməsi və passat külək, daha çox yağıntı düşməsi də nəticədir. Günəş şüalarının böyük bucaqlara düşməsi və qalxan isti hava axınları alçaq təzyiq qurşağını əmələ gətirir. Günəş şüaları düşmə bucağı böyükdürsə temperatur yüksəkdir. Yüksək temperatur, yəni isti hava yuxarı qalxacaq və nəticədə təzyiq aşağı düşür. Doğru cavab Y variantı.
Litosfer tavalarının hərəkətinin səbəbi nədir? Cavan qırışıq dağlarda şaquli tektonik qalxmaların yüksək sürəti, astenosferdə maddələrin yer dəyişməsi, dərin okean novlarında seismik aktivliyin yüksək olması, dərin okean novlarında seismik aktivliyin yüksək olması bu nəticədir. Yəni tavalarının hərəkəti nəticəsində bu aktivlik yüksəkdir. Orta okean silsilələrində rift dərələrinin genişlənməsi, yəni tavalarının hərəkəti nəticəsində bu baş verir. Qədim dağlarda yenidən tektonik qalxmanın baş verməsi, bu da tavalarının hərəkəti ilə bağlıdır. Şaquli tektonik qalxmalar da həmçinin. Amma tavalarının hərəkəti isə astenosferdə maddələrin yer dəyişməsi dövranıdır. Doğru cavab B variantıdır. Verilmiş cədvəldə doğru sıraları müəyyən edin. Mineral xammallar, yerləşdiyi fiziki rayon və yerləşdiyi yatağın adı. Bir də civə filizi verilib, vulkanik yaylada yerləşir, doğrudur. Şorbulaq civə yatağı, doğrudur. 2-də seolit yatağı, Ağdağ seolit Tovuzda yerləşir. Bu da Gəncə fiziki rayon deməkdir. Həkəri fiziki rayon yanlışdır. 3-də neft yatağı verilib. Qobustan Abşeronda neft qaz yatağı, Muradxanlı yatağı yanlışdır. Çünki Muradxanlı Küraraz fiziki rayon ərazisində yerləşir. Qızıl vulkanik yaylada Vecnəli. Vulkanik yaylada qızıl yatağı mövcuddur. Zodda. Amma Vecnəli isə Həkəri fiziki rayonuna aiddir. 5-də dəmir filizi verilib. Gəncə fiziki rayonu ərazisində Hamançay doğrudur. Və molibden yatağı, Günnüt Qapıcı, Paraqaça molibden yatağı doğru verilmişdir. 1, 5, 6 A variantı. Xəritə sxeməsindən cədvəldə verilən doğru sıraları müəyyən edin. Cənub-Şərqi Asiya regionu verilib bizə. 2, 3, 5, 2 Malayziya, 3 Brunei, 5 Tayland monarx ölkələridir. Bu doğrudur. Həm Malayziya, həm Brunei, həm Tayland krallıq quruluşuna malikdir. 1, 2, 6, 1 İndoneziya, Malayziya və 6 Singapur inkişaf etmiş ölkələr qrupuna daxildir. Yanlışdır. Yalnız 6 inkişaf etmiş ölkələr qrupu tərkibinə daxildir. 3, 4, 5 sosialist idarə etmə sistemi, yəni Vyetnam, Tayland və Brunei. Burada Vyetnam sosialist idarə etmə sisteminə malikdir. Ona görə digərləri daxil deyil. Bu sırada uyğunluq pozulub. 1, 2, 3, yəni Malayziya, İndoneziya və Bruneidə İslam dini üstünlük təşkil edir. Bu doğrudur. Əhalinin çox hissəsi Afro-Asiya dil ailəsinə aiddir. Ümumiyyətlə bu region üçün Afro-Asiya xarakterik deyil. Afro-Asiya Şimali Afrika və Cənub-Qərbi Asiya regionu üçün xarakterikdir. Qalay Wolfram ehtiyatına malikdir. 1 Malayziya, İndoneziya və eyni zamanda Vyetnam, bu doğrudur. Cənub-Şərqi Asiyada qalay Wolfram qurşağı yerləşir. Beləliklə doğru sıralar 1, 4, 6, yəni C variantı. Selüloz kağız istehsalı müəssisələri yerləşdirilərkən hansı amillər nəzərə alınır? Mebel istehlak rayonları və metal bazaları, bu yanlışdır. Su və enerji mənbələri, bəli, selüloz və kağız istehsalında daha çox su və enerji tələb olunduğu üçün su və enerji mənbələrinə yaxınlıq nəzərə alınır. Doğru cavab B variantı. Verilən əlamətlər respublikamızın hansı düzənliyi üçün səciyyəvidir? Hündürlüyü 2000 metrdən çoxdur. O zaman Şirvan düzü, Abşeron və cənub-qərbi və yaxud da ki Qobustanın cənub-şərq hissəsini çıxırıq. Hündürlük aşağıdır. Lənkəran ovalığı həmçinin 4 olaraq çıxırıq. Hündürlük aşağıdır. Soyuq və dağ tundra iqlimi formalaşır. 2 Qusar maili düzə ərazisidir. Burada dağ tundra iqlim tipi olmayacaq. Yəni 5 Qarabağ vulkanik yaylası uyğun gəlir. Yüksək su keçirmə qabiliyyətinə malik, yəni effuziv vulkanik suxurlar yüksək su keçirmə qabiliyyətinə malik olan suxurlardır və səthdə örtük əmələ gətirir. Doğru cavab vulkanik yayla ərazisi, yəni Y variantı. Tokaido megapolisinin əhatə etdiyi aglomerasiyaları müəyyən edin. Tokaido megalopolisi Yaponiyada yerləşir. O zaman
Bu meqapolisin tərkibinə daxil olan şəhərlər Yokohama, Nagoya, Kyoto və Kobe şəhər aqlomerasiyalarıdır. New York BOSFAŞ-a aiddir, yəni Amerikada yerləşir. Los Angeles həmçinin Amerikada, Pekin, Şanxay Çinə aiddir. London Avropa, Sydney Avstraliya, tam fərqli yerlər. Seul bu Koreya aiddir, Şərqi Asiya. Amma yəni Yaponiyaya aid deyil. Jakarta həmçinin İndoneziyaya aiddir. Lagos aid deyil, Hanoy aid deyil. Yəni doğru cavab B variantı. Yura, təbaşir, paleogen və neogen yaşlı suxurların geniş yayıldığı müvafiq fiziki coğrafi rayonlar qruplaşdırmalıyıq. Yura təbaşir dövrü əsas xarakterikdir Böyük və Kiçik Qafqaz dağlıq ərazisi üçün, yəni 2 Zaqatala, Laxız və 5 Gəncə fiziki coğrafi rayonu üçün xarakterikdir. Paleogen əsasən Talış dağları və Zəngəzur dağları, yəni Talış dağları və Günnüt Qapıcıq 1-4 və bir də neogen yaşlı suxurlar isə Qobustan, Abşeron və Ceyrançı-Lacanor fiziki coğrafi 3-6. Beləliklə doğru sıralar, doğru uyğunluq olaraq Y variantı uyğun gəlir. 2-5, 1-4 və 3-6. Məntiqi ardıcıllığı müəyyən edin. Qaraqum suvarma kanalının çəkilməsi Mərkəzi Asiyada suvarma əkinçiliyi inkişaf edir. Dəniz və ya gölün canlı aləmi kasıblaşır. Dənizdə, yəni göldə suyun duzluluğu artır. Amudərya və Sırdərya çayı aşağı axarında suyun miqdarı azalır. Birinci kanal çəkilir. Kanal əsasında suvarma əkinçiliyi inkişaf edir. Amudərya və Sırdərya çayı aşağı axarında suvarma nəticəsində bu çayların aşağı axarında suyun miqdarı xeyli azalacaq və nəticədə dənizdə suyun duzluluğu artacaq və bu da göldə canlı aləmin kasıblaşmasına səbəb olacaq. Beləliklə düzgün sıralama 1, 2, 5, 4, 3 olacaq. İqlim diaqramının səciyyəvi olduğu inkişaf etməkdə olan ölkə üçün doğru fikirləri seçin. İqlim diaqramını nəzərə alsaq, bu Aralıq dənizi iqlim tipidir, amma cənub yarımkürəsi üçün. Temperatur qrafikinə görə cənub yarımkürəsi bəllidir. Temperatur qışda 8 dərəcəyə qədər, yayda isə 20 dərəcədən yuxarı təşkil edir, 25 dərəcəyə yaxın. Və yağıntılar qış aylarında, yəni iyun-iyul cənub yarımkürəsi üçün qış deməkdir. Bu Aralıq dənizi iqlim tipidir. O zaman şimal yarımkürəsində yerləşir, yanlışdır. Seysmik zonada yerləşir. Bu ərazi cənub yarımkürəsində inkişaf etməkdə olan ölkə deyirsə, Aralıq dəniz iqlim tipi cənub yarımkürəsində Cənubi Afrika Respublikası və Avstraliya üçün də xarakterikdir. Amma bunlar inkişaf etmiş ölkə sayıldığı üçün, o zaman cənub yarımkürəsində bu iqlim tipi Andaqlarının qərb hissəsi üçün Çili dövləti üçün xarakterik olur. Çili inkişaf etməkdə olan ölkədir. Demək ki, Çili dövlətinə ayrılan xüsusiyyətləri seçməliyik. Seysmik zonada yerləşir, doğrudur. Ant-Kardiler seysmik zonası və yaxud Sakit Okean seysmik qurşağı. Əkinçilik yayalarına suvarmaya əsaslanır, doğru, çünki yayaları quru keçir. Ərazisində sahil boyu səhra zonası yerləşir. Bəli, burada Çili ərazisində Atakama səhrası yerləşir. Monarxiya yanlışdır. Respublika idarə etməsidir. Zəngin boksit deyil, zəngin mis ehtiyatı mövcuddur. Bunlar da yanlışdır. Doğru 2, 3, 4. Ümumi maşınqayırma sahələrinə daxil olanları seçin. Cihazqayırma, nəqliyyat maşınqayırması, aerokosmik. Cihazqayırma, dəqiq maşınqayırma sahəsi. Nəqliyyat maşınqayırması doğrudur. Ümumi maşınqayırma, aerokosmik dəqiq maşınqayırmaya aiddir. Kənd sərfatı maşınqayırması bu ümumi maşınqayırma içərisinə daxildir. Dəzgah qayırma ümumi maşınqayırmaya aiddir. Elektrotexnika isə bu da dəqiq maşınqayırmaya aiddir. Beləliklə doğru sıralar 2, 4, 5 olacaq.
Keçdiyi sahil bölgəsində humid iqlim şəraiti yaradan cərəyanları müəyyən edin. Humid rütubətli iqlim deməkdir. Rütubətli iqlim şəraiti yaradan isti cərəyanlardır. İsti cərəyanlar aşağı enliklərdən yuxarı enliklərə doğru hərəkət edir. Yəni 4 ekvatordan qütblərə doğru və yaxud bu şəkildə deyə bilərik. 4 uyğun gəlir, daha sonra 7 uyğun gəlir aşağı enliklərdən yuxarı enliklərə doğru və həmçinin 5 uyğun gəlir. Yəni 4-ün davamı Şimali Atlantik və Norveç cərəyanı adı altında 4, 5, 7. Digərləri isə soyuq cərəyanlardır. Peru, Qərbi Avstraliya, Kaliforniya, Kanar soyuq cərəyanlardır. Uyğunluğu müəyyən edin. Türk dövlətləri Özbəkistan, Türkiyə, Qazaxıstan. Türk dil qrupunun Uyğur qoluna aid olan özbəklərdir. Cezqazqan və Balxaş mis yataqları Qazaxıstan üçün xarakterikdir. Çöl zonası mühüm taxılçılıq rayonudur. Bu da Qazaxıstan üçün xarakterikdir. Alp qırışıqlığı zonasında yerləşən Türkiyə dövləti ərazisidir. Codyarpaqlı həmişəyaşıl meşə və kolluqlar zonası da Türkiyə üçün xarakterikdir. Beləliklə 1-ə A, 2-yə D, Y, 3-ə B, C uyğun gəlir. Situasiya mətni İspaniyanın demoqrafik vəziyyətini əks etdirir. Ərazisi 500.000 kvadrat kilometr olan İspaniyanın əhali sayı 2025-in əvvəlində 49.130.000 nəfər olmuşdur. İl ərzində doğulanlar 324.300, ölənlər isə 447.125 nəfərdir. Bu il ərzində immigrantların sayı, yəni ölkəyə gələnlər 1.288.500 nəfər, emigrantlar, yəni ölkədən gedənlər isə 662.300 nəfər olmuşdur. Verilənlər əsasən sualları cavablandırın. Hər 1000 nəfərə düşən təbii artımı hesablayın. Hər 1000 nəfərə düşən təbii artımı hesablamaq üçün ilk növbədə doğulanlardan ölənləri çıxırıq. İl ərzində, yəni 324.300 nəfərdən çıxırıq 447.125 nəfəri çıxırıq. Bərabərdir 122.825 nəfər. Amma azalma. Bir il ərzində bu qədər azalma baş verdi. O zaman 1000 nəfərə düşən artım nə qədər olacaq? Yəni ümumi əhali 49.130.000 nəfər bir il ərzində 122.825 nəfər azalırsa, 1000 nəfərə düşən azalma payı, yəni təbii artım deyirik buna, 2,5 mənfi 2,5, yəni 2,5 nəfər azalma baş verdi. Bu İspaniyanın təbii artım göstəricisidir. Təbii azalma prosesi baş verir. Və bu ölkə üçün demoqrafik keçid modelinin hansı mərhələsi? Azalma baş verən bu ölkələr üçün demoqrafik keçid 4-cü və ya 5-ci mərhələ deməkdir. Hər iki sual doğru cavablandırılıbsa 2 bal, bir sual doğru cavablandırılıbsa 1 bal, digər hallarda isə 0 balla qiymətləndirilir. Eyni zamanda hesablamada həll yolu doğru olsa, cavab yanlış olsa, amma hesablama yolu doğru olsa, yenə 1 balla qiymətləndirilə bilir. İlin sonunda əhali sayındakı dəyişikliyi müəyyən edin. Birinci il ərzində doğulanlarla ölənlərin fərqini tapırıq. 324.300 nəfərdən çıxdıq 447.125 nəfəri bərabər
-122 825 nəfər. Bu qədər azalma baş verdi ölkə ərazisində. Yəni təbii artım hesabına azalma baş verdi burada. İkinci, bu ölkə ərazisində miqrantlar və emigrantların fərqini tapırıq. Ölkəyə gələnlərin sayı 1 milyon 288 min 500 nəfərdən çıxırıq emigrantları, ölkədən gedənləri 662 min 300 nəfəri. O da bərabərdir 626 min 200 nəfər. Deməli, mexaniki artım xarakterikdir dövlət üçün. Amma təbii azalma olduğu üçün biz 626.200-dən də çıxırıq təbii azalmanı, yəni 122.825 nəfəri. Qalır 503.375. Deməli, 503.375 nəfər illik artım müşahidə olundu. Yəni, təbii ki, bu mexaniki artım, yəni gəlmələr hesabına olan bir artım oldu. Və ilin sonunda əhali sayındakı dəyişiklik necə olacaq? İlin əvvəlində əhali sayı 49 milyon 130 min nəfər idisə, o zaman ilin sonunda mexaniki artım hesabına üstəgəl 503.375 bərabərdir 49 milyon 633 min 375. Bu ilin sonunda olan əhali sayı oldu. Mexaniki artım hesabına əhali artımı müşahidə olundu. Cavab doğru qeyd olunubsa 2 bal. Təbii və ya mexaniki artıma aid hesablamalar doğru yerinə yetirilibsə, o zaman 1 balla qiymətləndirilir. İlin əvvəli üçün əhalinin orta sıxlığının təqribi qiymətini hesablayın. İlin əvvəlində əhali sayı 49 milyon 130 min nəfər təşkil etmişdir. Sıxlığı tapmaq üçün əhali sayını əraziyə bölürük. Yəni 500 min kvadrat kilometrə bölürük. O da bərabərdir 98,26 nəfər və yaxud da ki, təqribən 98 nəfər deməkdir. Beləliklə, əhalinin sıxlığı doğru hesablanıbsa 2 bal, cavab yanlış olsa da həll yolu doğru verilibsə 1 balla qiymətləndirilir. Digər halda isə 0 balla qiymətləndirilir.